Bugün sizinlə kontur xətti və bronzer barədə danışaq. Konturlama haralara tətbiq olunur? Bu hissəyə, burun kənarına, çənə xəttinə. Bronzer hara tətbiq olunur? Bu hissəyə. Konturun məqsədi nədir? Üzü formalaşdırmaq, formaya salmaq və bəzi hissələri kölgələyərək daha iti və qabarıq hala gətirmək deməkdir. Rəng tonları boz və soyuq alt tonlardan ibarətdir. Tətbiq olunan hissələri yanaq altı, burun kənarı, qaşın yuxarısı, çənə xətti. Bronzer isə üzə isti günəş effekti vermək deməkdir. Hansı ki, siz artıq günəşlənmədən qalan izləri yanağınızda göstərirsiniz. Yəni siz artıq bronzlaşmısınız və orada günəşin bu formada izləri qalıb. Daha isti alt tonlarda olur. Məsələn, tünd qəhvəyi, qızılı. Tətbiq olunan yerlər alın üstü, yanağın yuxarısı, burun və çənə. Yəni bronzerin məqsədi üzə təbii, bronz bir görüntü qazandırmaqdır. Konturlama, üzü formalaşdırmaq, konturlamaq. Bronzer üzə isti günəş effekti vermək. Konturun yerləri dərinlik olan sahələr, günəşin dəydiyi sahələr. Bəzən hər ikisi də istifadə olunur. Öncə konturlama edilir, daha sonra üzərindən bronzer keçilir. Bu isə 2 qat effekt deməkdir.